Mənim oğlum da oxuduğu məktəbdə açılandan inanın ki, bütün uşaqlar günə bir 4 nəfər, 3 nəfər bunlar xəstələnirlər. Amma vəziyyətlər də necə olur? Halsızlıq, qızdırma, ishal və kəskin qaytarmaqdır. Bunun qarşısını necə almaq olar? Körpələr qidalandıqda onları məcburi olaraq qidalandırmaq olmaz. Qidaya qarşı bir maraq oyatmaq lazımdır. Səhər yeməyində bilirsiniz ki, bir çox uşaqlar daha çox şirniyyata üstünlük verirlər. Səhər yeməyində nə yeməlidir ki, uşaq ki, bu bunun orqanizminə xeyirli olsun? Bəzən görürsüz ki, körpələr tam oynayır və yaxud da ki, nəsə bir işlə məşğuldur, ya çöldə gəzir, o zaman onu yedizdirirlər və s. Bu doğru deyil. Son vaxtlar deyirlər ki, kimin orqanizmində zilal çoxdursa, o heç vaxt xəstələnməyəcək. Bəzi adam körpənin 1 yaşına qədər heç yerə belə qoymağını qorxur ki, ona soyuq olar ya və yaxud da oradan nəsə bir şey yoluxa bilər və s. Körpə özü yerdə öz fiziki iməkləməlidir, müəyyən məsafələri keçməlidir. Ondan sonra əşyaları tanımaq üçün toxunmalıdır əşyalara və s. Bu şəkildə onun həm psixiki inkişafı, həm fiziki inkişafı getməlidir. Bir də son vaxtlar uşaqlarda daha çox bu el arasında bizdə SDVQ, amma bizdə isə DÇHP, yəni diqqət çatışmazlığı və hiperaktivlik problemi, sindromu var. Bu nədən yaranır? Müalicəsi var ya yoxdur?